Xüsusi sponsor Nabran Palma İstirahət Mərkəzi. Sponsorlar Qızıl Qusar və Qusar Naturals təbii meyvə şirələri. Naftalan Medical Turizm şirkəti. Göran Ticarət Mərkəzi. Banu Mebel Salonu. Bəli, xoş gördük dəyərli izləyicilərimiz. Nə var nə yox deyib, hər birinizi efir vasitəsilə MTV kanalına salamlayıram. Bəli, yenə də bu həftə öz vaxtımızda hər kəsin evlərinin qonağıyıq. Mən Emin Brent bu həftə nə var nə yox deyib, Samuğa üst tutdum. Və Samuq da artıq yeni bir mövsümdə, yeni bir formatda mən Emin Brentin təqdimatında sizə Samuğun gözəlləşməyini və yenilənməyini sizə təqdim edəcəm. Gedişatda təbii ki, biləcəksiniz. Amma maraqlı ki, mən tək gəlməmişəm. Düzdür, Bakıdan gələn qonaqlarımız da var. Onu gedişata biləcəksiniz, amma nəğməli qonaqlarımdan başqa mənimlə bir yerdə bir veriliş aparan bir nənəmiz var, Səmən nənə. Hala gedib, yenə ağzı hala qızışıb, bilmirəm. Nə işlədi? Ay nənə, nə iş görsən yenə? Nənə? Qoca nənə olasan telefonla, bax, çəkir. Paparazzi. Saçlarımız buradadır, eləmi? Deməli, qədim Alman toponimlərindən götürülmüş bu Samuq sözünün mənası belə ov üçün əlverişli ağaclıq, meşəlik deməkdir. Bir tərəfi Gəncə şəhərinə bitişik olan, bir tərəfi də ta Gürcüstana gedib çıxan Samuq rayonundan sizə nə var, nə yox deyirik. Bəli, Samuqun kül var da, birbaşa Gürcüstanla sərhəddir. Amma balığın da özəli başqadır, dadı başqadır. Deyirəm, Samuq balığı. Deyirəm Emin, sənə qurban olaram. Ay tamaşaçılar, Samuğa gələsən, balıqdan yeməyəsən. Hələ sürfülü var ha. Sürfülüsü də var. Deyirəm onda, mən səndən biraz buralarda zata gəzim, deyir yaman Samuq abaddaşı var. Azərbaycanın bütün hər yeri qəşəkləşir. Samuğu da gedək baxaq görək də ona nə var da yox. Samuq artıq şəhər kimi abadlaşır, yenilənir, inkişaf edir. Bu da təbii ki, yəni hər bir kəs, hər bir vətəndaş öz yaşadığı yeri diqqətlə, daha da göz bəbəyi kimi qoruyub saxlamalıdır. Oynamaq zad olacaqmı? Hər şey var, musiqi var, əyləncə var, yeyib-içmək var. Amma Samuğun da silinməz tarixi var, ona da bir nəzər salacaq. Samuğun yerini təbii ki, təqdim edəcəyik, amma nənə, maraqlı bir sənədir. Maraqlı ki, səninlə gedəcəyik, həm bir gəzmək var, həm də balıq yemək var. Balıq xoşursan? Ölürəm balıq üçün, gedək balıq yeyək. Nənə əgər sevirsə, demək getməyə dəyər. Balıq harda yeyilir? Təbii ki, Samuqda. Kürə yaxındadır. Ona görə elə kanalı dəyişməyim. Harda qalsınlar? MTV-dən. Bəli. Çox maraqlı olacaq. Bizimlə qalın. Samuq Azərbaycan SSR Ali Sovetinin 24 yanvar 1939-cu il tarixli 4 saylı qərarı ilə Kirovabad, hazırki Gəncə şəhərinin ərazisində yaradılmışdır. Azərbaycan SSR Ali Sovetinin 16 yanvar 1940 tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq Respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir su elektrik stansiyasının tikintisi ilə bağlı ərazinin çox hissəsi su altında qalmış, 1931-ci il 24 noyabrda yaradılmış keçmiş Samuq rayon Azərbaycan SSR Ali Sovetinin 28 yanvar 1954-cü il tarixli qərarı ilə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilmişdir. Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən keçmiş Səfərəliyev rayonunun ərazisi Xanlar, indiki Göygöl rayonunun tərkibinə daxil edilmişdir. Milli Şuranın 31 dekabr 1992-ci il tarixli 72 saylı qərarı ilə Səfərəliyev qəsəbəsinin adı dəyişdirilərək Nəbi Ağalı qəsəbəsi adlandırılmışdır. Samuq rayonunun inzibati ərazisinin bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli qanunu ilə Nəbi Ağalı qəsəbəsi ilə Kolayır kəndi birləşdirilərək Samuq qəsəbəsi adlandırılmışdır və Samuq qəsəbəsinə şəhər statusu verilmişdir. Rayon ərazisi Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir.
Samux rayonunun ərazisi əsasən düzənliklərdən ibarətdir. Ərazinin bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Bozdağ massivinə düşməklə şimalda Alazan vadisi ilə əhatə olunmuşdur. Samuxun kurqanları çox məşhurdur. Diametri 10-20 metr, hündürlüyü 1-1,5 metr olan Nəbialı kurqanları daha çox seçilir. Bu kurqanların yaranma tarixi Tunç dövrünün sonuna və Daş dövrünün başlanğıcına aid edilir. Doğrudan bu yeni park çox maraqlıdır. Bu təqdim edim ki, hal-hazırda olan park Samux əhalisi üçün artıq istifadə verilir. Burada parkda nə istəsən var. Uşaqlar üçün də əyləncəli, maraqlı bir vaxt keçirmək üçün yer hazırlanıb və eyni zamanda böyüklərimiz də, dostlar, ailəlilər, Samuğa gələn qonaqlar, Samux sakinləri məhz yay qış demədən bu parkda gözəl bir istifadə edə bilərlər. Onun dediği bu parkın açılışı yay mövsümündə oldu və Respublikamızda tanınmış sənətçilər də burada böyük bir möhtəşəm Respublika sənətçinin konsert oldu. Belə çox yadda qalan Samux inkişaf edir. Hər zaman Samuxda gözəllik var, yenilik var və Samux sakinləri Samuxda yaşadıqları üçün məmnunlar. Samuxun yeni parkını elə mən də gəzdim, nəsə təqdim etdim. Ey vətənim mənim, Azərbaycanım mənim, yolunda fədadır axan hər qanım mənim. Mən sənə əzəldən bağlı olan bir kəsəm, torpağım, bayrağım, qürurum canım mənim. Mübariz igidlər yetişdirib bu torpaq, şəhidlər ölməyib hər zaman yaşayırsaq. Bir kərə yüksələn bir daha enməz yerə, müqəddəsdir bizə bu üç rəngli bayraq. Bir kərə yüksələn bir daha enməz yerə, müqəddəsdir bizə bu üç rəngli bayraq. Ey vətənim mənim, Azərbaycanım mənim, yolunda fədadır axan hər qanım mənim. Mən sənə əzəldən bağlı olan bir kəsəm, torpağım, bayrağım, qürurum canım mənim. Mən sənə əzəldən bağlı olan bir kəsəm, torpağım, bayrağım, qürurum canım mənim. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Eşq olsun, özümüzə alqışlayaq. Eşq olsun Azərbaycanımıza. Hər qarış torpağın bənzəyir cənnətə, şükr ola Allahın verdiyi neymətə. Hər qarış torpağın bənzəyir cənnətə, şükr ola Allahın verdiyi neymətə. Vicdanı olan həm sevdirər ölkəsin, həm də sadiq qalar dövlətə, millətə. Ey vətənim mənim, Azərbaycanım mənim, yolunda fədadır axan hər qanım mənim. Mən sənə əzəldən bağlı olan bir kəsəm, torpağım, bayrağım, qürurum canım mənim. Mən sənə əzəldən bağlı olan bir kəsəm, torpağım, bayrağım, qürurum canım mənim.
Eşq olsun sizlərə, var olasınız. Bəh. Parkda radiodan canlı musiqilər təqdim olunur. Arasında düz reklamlar da oldu. Samoğu çox sevirəm. Çünki Samur sakinləri çox qonaqqəlbə, gözəldir. Və təbii ki, Samoğun gözəl tarixi, havası, mənzərəsi, bir tərəfi Kür, bir tərəfi Gəncə, yəni elə bir ərazisi var ki, hər bir yerə yaxınlıq. Göygölə, Şəmkirə, Bakı yoluna. Yəni ona görə bu elə bir məkandır ki, hər kəs bu Samoğa gəlir, həm də balığın dadından dandır. Biri yazıb ki, Salyandan. Hə. Hikmət adlı bir vətəndaşdır, salamlayır. Bizə xüsusən deyir, sənə baxır. Qəşətdir yeni format, yeni bir mövsümdə. O Səmən nənəni bütün efirlərdə görmüşük. Amma deyir, Səmən nənə müğənniləri iynələyir. Niyə axı deyir? Müğənniləri mən niyə iynələyirəm? Qardaş, qadanarım sənin. Müğənni gəlsin, müğənniliyi eləsin də. Müğənni gedir mahnını yalandan oradan digilim. Mahnılar vardı, müğənniler vardı, Şökət Ələklər var. Sara gəlir baba. Qaş qaralır, gölge salır, yavaş meşəni. İndikiler ne okuyorlar? Sən o vaxtdan orada qalmışsın, gayet muasir. Sen dayan ola tərəfə sana. Yoxdur, indi efir onu tələb edir, toylar onu tələb edir. Tələb edir, hər şeyin tələbatı var. Nənə qurbanam deyirəm, başa düşürəm. İndi o vaxt gör mənim paltarımdan indi geyinirlərmi? Yox, geyinmirlər. Mən də almışam bu paltarı. Gəl sənə qəşəng dənnəli almac. Bax bunu balacada olsa yığım. Dənnət alması var da. Bax, yığım sənə belə. Cənnətə mi göndərirsən məni? Bəli, bunu yeyən cənnətə gedir. Bəli, bax dənnət alması nə gözəl. Bax, elə ağacdan yığırsan, yuyub yeyirsən. Hə, nənə, çayımız da gəldi. Küləngi çay, balığımız da gəldi. İndi bir də çay çək. Yol gəlmişik daha. Çay demişkən, mən tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, Samux rayonundan deməli, əziz tamaşaçılar, bu rayonun ərazisindən Qabırlı çay, sonra Alazan çayı, buradan Samuxdan, Kür çayı, bunların hamısı, elə bəzi başqa çaylar da var, onların hamısı elə Samuğun ərazisindən keçir. Əgər bu ərazidən bu qədər çaylar keçirsə, deməli balıqları dadlı olacaq. Elə çayı da dadlı olacaq. Bəli, bir çay çək, ağzımız daha da tama gəlsin. Sonra da balığın bir dadından dadaq gəl, bəh, ləzzətlidir, tərifə layiqdir. Azərbaycanın hansı bölgəsinə istəyirsən, nərən apar ondan danışsın sana. Hamısından xəbərim var. Kab oxuyur gəlmişsən, yoxsa internetə baxırsan. Mən dövlətimi, Azərbaycanımı çox sevirəm. Ona görə hər yerindən maraqlanmışam. Quşların, qazların, ördəklərin səslərinə Mən də bilən kimi hara aparıram. Onu da deyim sənə. Səni boş yerə getməlidir. Mən sənə söz verdim ki, özüm sənə qulluq edəcəm. Deyir, ət, balıq, kəllə bunlar yeyilir əllə. Hə, qapanlar. Yine nə istəyir? Ya şu bunu koyun qəşəng, bu dadlı olur quyruğu. Aynen. Yoxsa yaxşı Yox, bəs, elə. bəs. Gözəl balığın dadından dadaq. Elə danışırıq amma dadından dadmamışıq. Buna görə də mütləq Sazan balığıdır deyəsən. Sazan balığı dadlı olur. turşular da var ha nənə. Hə? Balığı turşusuz yemək olmaz. Hə. Daha da bir dad gətirir, gözəllik gətirir. Qatı görün balığını. Aldı bir dəşəkçi bir. Aha. Soğanların da başka bir dadı var. Özelliği var. Soğansız balık nədir? Dadsız olar. Şimdi biz deyini yeyək, qəşəng. İstirahət edək. Amma növbəti bir rubrika var da nənə. Bəlkə təqdim edək izləyicilərə. Biz elə bu balığı yeyək. Növbəti bir rubrikanı təqdim edək. Samux rayonundaymışkən, Samuxda əziz tamaşaçılar təkcə balıq deyil. Samuğun gözəl sülfüllüsü var. Eləmi? Bəli. O bizim Vatiq Lətiflinin mətbuatda bugün. O da yaman çox bilmişdi nənən qrubu. O da şey Kunanyan yaxşı bilir da. Həm gözəl aktyordur, gözəl müğənnidir, gözəl aparıcıdır, gözəl də əhli dadlı, həm aşbaz deyərdim, pover deyərdim, hər şey deyərdim. Hətta kababçı deyərdim. Dağa getmişim ondan, valla. Orada az qalmamışam. Hər şey pişirir. Sülfüllüdən pişirəcək sizin üçün əziz tamaşaçılar, elə siz baxın ona sülfüllüyə bir də burada Balıq yeyək. Amma sülfü də Samuğun bir tarixidir. Elə bir iki izləyir.
Nabranın füsunkar güşəsində Xəzər sahilində yerləşən Palma sizə həm dincəlmək, həm əylənmək üçün ideal şərait təqdim edir. Təmiz hava, sakitlik, gözəl təbiət və yüksək səviyyəli xidmət burada sizi gözləyir. Rahat kotejlər, təndir və ocaqbaşı restoranları, Azərbaycan və Avropa mətbəxindən ləziz yeməklər, aqroparklı böyük hovuzlar, uşaqlar üçün xüsusi hovuzlar, futbol, voleybol, badminton, tenis və bilyard, banket və konferans zalları, diskoteka, uşaqlar üçün əyləncə meydançaları. Burada həm ailənizlə, həm də dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz. Bu yay istirahətinizi təxirə salmayın. Palma sizi gözləyir. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Naftalan Medical Turizm şirkəti Azərbaycan bütün bölgələrini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medical Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma, münasib qiymət. Bundan hamısı bir bulmanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti. Həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medical Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlana bilər. Sağlamlığınızı daima düşünən Naftalan Medical Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Goranboy rayonunun Goran qəsəbəsi Banu mebel salonu sizə təqdim edirəm. Növbə və keyfiyyətli, avangard, klassik, modern üsul mebellər ən sərfəli qiymətə Banu mebel salonunda. Təqdim etdiyimiz mebellər siz Banu mebel salonunda sərfəli keyfiyyətləri və ən münasib qiymətə əldə edə bilərsiniz. Zövqlü dizaynda və rəngarəng mebellərlə evinizə yenilik edə bilərsiniz. Bəli dostlar, 44 günlük müharibədə qanunlarla tarix yazan Samux şəhidlərini unutmadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlam həyat arzulayıram. Vətən sağ olsun, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Mənə maraqlıdır, efir toy. Əslində efirdə səni bir tabqı kameralar görür. Toyda amma səni yüzlər insanlar görür. Efirə çıxanda o ayrı, hə? İstəmirəm mən kiminsə mahnısını oxumaq. Öz mahnı. Sevmirəm.
İstəyirəm ki, öz mahnım olsun, özümün dəsti xəttim olsun, belə deyək, pasportumda. Deyəndə ki, Sənədin olsun, bu xanım şəxsi. Vüsalə Sabir qızı məsəl üçün nə oxuyubdu? Desinlər ki, bu bunun mahnısıdır. Deməsinlər ki, kiminsə mahnısını götürüb oxuyur. Bir sizinlə maraqlıdır. Maraqlı odur ki, Vüsalə yenidən sanki həvəsləndi. Yenidən sənətə cağ atdı, nəfəs verdi, düzmü? Və düşünürsən ki, indən qədər illər də oxusan da, toyun öz yeri var, efirdə olmalısan. Mahnılar olmalıdır, sosial, belə deyək, Instagram olsun, sosial şəbəkələrdə, YouTube olsun. Sən orada öz mahnılarını, öz şəkillərini, öz yeniliklərini təqdim etməlisən öz izləyicilərinə. Hər işində uğurlar arz edirəm. Çünki sən qoçaq mərd qızsan, gözəl xanımsan, gözəl bir dostsan, Allah razı olsun hər biriniz. İnşallah inanıram ki, tez görüşərik səninlə yeni mahnılarla. Baxıram qəmli-qəmli, yar səni xatırlayıram, gözləri nəmli-nəmli. Gözlərimin yaşı yanaqdan süzülür rəsminə, səni dəlilər tək sevən əsrətdir sənin sevginə. Gözlərimin yaşı yanaqdan süzülür rəsminə, səni dəlilər tək sevən əsrətdir sənin sevginə. Kaş səni görməzdim, könlümü verməzdim, sevərdim bir özgəsini, mən səni sevməzdim. Ruhum əziyyətdə, gözlərim həsrətdə, səni sevən aşiqin qalıb görünə vəziyyətdə. Kaş səni görməzdim, könlümü verməzdim, sevərdim bir özgəsini, mən səni sevməzdim. Ruhum əziyyətdə, gözlərim həsrətdə, səni sevən aşiqin qalıb görünə vəziyyətdə.
Yaman gözəl çayları da. Yay, qış demədən çay içsənə nənə. Ay bala. Çaysız bir şey var da. Çayın başqa dadı var. Amma bunu da deyim ki, əziz tamaşaçılarımız, Samuqda biz tək sazan yox, həm də bu balaca ən dadlı, ən maraqlı, həqiqətən çox dadlıdır, şamayka balığıdır. Bu şamayka balığının üstünə ki, belə turşudan belə səpirsə, Bu balığı ki belə yemədin. Bax bunun başqa dadı var. Dadlıdır nənə. Dadlıdır. Yiyin ondan qurban, yiyin. Hamısını özüm zakaz vermişəm. Maraqlı görürsən bizim sponsorumuz olan Qızıl Qusar təbii meyvəçilərimiz burada necə? Dadından dadıblarmı? Bu gözəl sularınız, soqlarınız, mən qohumların Şanlıurfa birindeydik, Şanlıurfa restoranların birindeydik. Çox gözəl natural soqlardı. Bunlar Qusarda hazırlanır. Ondan sonra biz yalnız bu soqlardan içirik. Təbii ki, təbii meyvəçilərdir, Qızıl Qusar təbii meyvəçiləri və qatqısızdır. Bir çox çeşidləri var, pomidor, alma, qarağat və itbunun. Yəni eyni zamanda duş kimi də artıq istifadə verilir və fəaliyyəti var. Tərkibində heç bir maddi maya qatılmır və dadından doyma olmur. Bura isə Samux rayonunun mərkəzi Peydə parkıdır. Ərazisi çox böyükdür və doğrudan da bu parka hər kəs gəlir və maraqlıdır. Və gəlirlər burada hər kəs gözəl bir qısaylıdır. Bir məlumat da nəzərdə çatdırım ki, dəyərli dostlarımız, keçən yay mövsümündə bunu bilənlər bilir, bilməyənlərə də bir xatırladım ki, gözəl bir Samux rayonunda Əri festivalı oldu. Əri festivalı çox möhtəşəm yadda qalan oldu və Respublika səviyyəsində oldu və təbii ki, burada çox maraqlı bir konsert oldu və Azərbaycanın tanınmış simalar da, xanəndələrimiz bu yayda Əri festivalında iştirak etdilər. Bu artıq festival bütün telekanallarda məlumat verildi, hətta sosial şəbəkədə yayımlandı və mən də burada iştirak etdim. Onu bir şey deyim ki, maraqlı an oldu ki, bütün televiziya media işlərinə Samux rayonu icra başçısı tərəfindən gözəl Samux ərikləri təqdim olundu. Çox şirin və dadlıydı, elə o əriyin dadını mən də daddım. Doğrudan Samux mənim üçün çox doğmadır, qonaqpərvərdir. Bütün küçələri yeni bir asfaltlanıb, çox maraqlı, gözəldir, səliqəli bir şəhərdir, abadlaşır, gözəlləşir. Elə bu gözəlliyi mən də gəldim, seyr etdim, həm də sizə təqdim etdim. Samuğa gəlməyə dəyər. Firuzə Babayeva, sən doğrudan çox sağ ol ki, bax, Bakı efirlərindən tamamilə uzaqlaşdın, ara verdin, mənimlə bir yerdə səfər etdin, bura gəldin. Çox sağ ol gəldiyin üçün. Amma sən də mahnı repertuarında dəyişiklik etdin, düzdür mənim istəyimlə. Çünki burada gözəl insanların qarşısında gözəl ifalarını təqdim elə. Bir alışlar gəlsin bu gözəl xanımın şərəfinə. Yox, daha da gürültülü. Maşallah, maşallah. Əlləriniz var olsun. Hə. Çünki insanı ruhlandıran sizin alqışlarınızdır, sizin sevginizdir. İndi qonaqlarımızı
bizi izləyənlərə salamla, ondan sonra o gözəl mahnını əlmağan et hər bir kəsə. Çox sağ ol Emin Brent, təşəkkür eləyirəm. Hər kəsə salamlayıram. Allah hər kəsə can sağlığı versin. Bu gözəl təbiətdə bir konsert vermək həqiqətən də Brent olaraq elə Brentliyin elədi. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Axı məni incidirsən. Hərdən sənin xəyalın olur qonağım, səni təsəvvür edəndə gülü yanağım. Günəş batır gəlirsən, ay kimisən ay, qəlbimi yandırırsan, vay vay vay. Elə də baxıb gülürsən, elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Axı məni incidirsən. Dünyanı versələr də istəmərəm mən, səndən ayrı heç kimə can demərəm mən. Yaxşı ki sən varımsan, mənim yarımsan, sən heç məhəbbətimsən, son qərarımsan. Elə də baxıb gülürsən, elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Axı məni incidirsən. Hey, maşallah. Axı məni incidirsən. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Axı məni incidirsən. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Elə də baxıb gülürsən, sevdiyimi bilirsən, gəl onda xoşbəxt ola, nəyi bəhanə edirsən. Axı məni incidirsən. Çox sağ olun gözəl xanımlar. Çox sağ olun. Dostlar, mən parkı gəzdim və təbii ki, Əli Apretədə sizə təqdim etdi gözəl parkın təmizliyini, genişliyini, mühümlüyünü. Və Natifi gözləyirdim. Burada parkda olmamın səbəbi var idi ki, təbii ki, bilirsiniz, hər həftə bir bölgədə, hansı bölgə olursa o bölgənin sizə mətbəxini təqdim edir. Amma mən tək deyil. Mənim həmkarım gözəl şovmen, gözəl aparıcı, bir sözü bazarlı insan, işinin peşəkarı Natiq Lətifini gözləyirəm və Natiq mən görürüm artıq avtomobilindən düşür və gəldi, çatdı deyilən bir ünvana. Mənə zəng edirsin, Emin haradasan, bir konum var, dedim qardaş, gəl Samura mərkəzə, Heydər Parkına və Natiq artıq gəldi, çatdı, görüşümüz baş tutdu. Xoş gəldin qardaş. Bakıdan xoş gəlmişsən Samura. Necəsən? Naxonluyor. Kim? Ev yoxdur. Yenə geyim öz yerində sərgəs amma bu insan çox enerjili da. Yəni nə vaxt hara getsən, uzaq yola getsən, bu insanlar getdiyi yolda sıxılmırsan. Hər şey yaxşı. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Hər birinizi salamlayıram. Bakıdan gəlib çatana qədər sözüm düzü valla biraz yorğun, çoluq o yana dursun. Amma biz bu günlərim
bu verişimizdə sizə burada nə var nə yox deyiriksə, deməli bu bölgənin yeməklərindən nə var nə yoxdan. Bu Samuğu tarixindən, mətbəxinə əlbəttə onların hamısına nəzər salacağıq. Əziz tamaşaçılar, Samux deyəndə biz nəyi həm beynimizdə gəlir? Samux tərəfdə həmişə üzümçülükdən çox məşğul olurlar. Ona görə də ətləri elə tənəkdə olmasına bişirir. Ətdən tənəkdə olması bişirirlər, sürfüllü bişirirlər, ətdən sürfüllü Azərbaycan Respublikamızın özünə məxsusdur. Yəni Respublikamızın başqa bölgələrində də bişirirlər. Amma Samuğun sürfüllüsünün başqa dadı var. Bugün onu dadacağıq səninlə. Eşən, sənət fəaliyyətin illərdir. Və Gəncədə və Gəncəbasarda toylarda olursan. Özün soruşaq, yəni həm sincat ifasıdır, həm aparıcıdır Masabəydir, həm qəşəng şeirlər deyir, həm gözəl nəğmələr səsləndirir, özü mahnı yazır. Bu insan universaldır, hər şey var, bunda yoxdur. İsmail, gözəl dostum var, yəni bu insan bazarır. Kimi səslər Azərbaycan hər bir yerinə Eşəni əldə edə bilirsiniz. Sosial şəbəkələrdə var Eşənin. Eşən Quliyev, elə harda yazsaz, belə deyim, YouTube-da, TikTok-dan, Instagram-dan inşallah. Axtarışırsan yəni daim eləyirik. Bəli. Olmalı. Daim yenilik, bəli. Gözəl nəğmələrini buyurmamışsan. Necə? Eşənin gözəl talantı var. Gözəl talantı var. Amma sən də ondan geri qalmısan. Əlbəttə. İsmail, neçə yaşın var? 25. 25. Amma biraz mən sən 24. Kəlbəcədə biz ətli qanlı oluruq. Həm dözümlü, həm daha enerji olur. İndi İsmaili yaxından tanıyaq. İsmail, bildiyimə görə sən təhsillisən və eyni zamanda musiqi sənətinin duyumun var. Necə ki, Elşən özü-özündən tək peşəkar olmuyor. Maşallah, Respublikamızın gözəl dəyərli sənətkarı, pedaqoq, gözəl əməkdaşımız Teymur Əmrahın tələbəsi olub. Bir çox sənətlərdən artıq dərs alıb, sənət bölüşüb, toy bölüşüb, səhənə alıb, onu özü bilmək kəfdir. Üzr istəyirəm, əlavə olaraq hörmətli müəllimələrim, belə deyim, Kəmalət Ağzadə gəlir, Manəftər Ağzıdır, müəlliməm olubdur. Salamlayam hər dikət. Samirə Naxçıvanlı müəlliməm olubdur, yəni Allah can sağlığı versin, bizə baxırlarsa onları salamlayırıq. Bugün bəhrəsi o müəllimlər. Heç vaxt, bəli, heç vaxt unutmarıq bizə kimlər əziyyət çəkibdir. Var da musiqiçilər. Keçmişin undan gələcək olmur. Bəli, bəli. Saçlarının rəngi payızdır, gözlərinin rəngi dəniz, almaya bənzər yanağını var, ay yüzün aydan da təmiz, Gönçə dodaqlarda gülüşlər, yenə gözlərimə görünsün, məni məndən alan öpüşlər, yenə ətrafıma bürünsün. Gönçə dodaqlarda gülüşlər, yenə gözlərimə görünsün, məni məndən alan öpüşlər, yenə ətrafıma bürünsün. Günləri saydım, sana çatdım əzizim, dərdi qəmi başımdan atdım əzizim, yuxuna gəlmək üçün, üzünü görmək üçün, tək səni fikirləşib yatdım əzizim. Günləri saydım, sana çatdım əzizim, dərdi qəmi başımdan atdım əzizim, yuxuna gəlmək üçün, üzünü görmək üçün, tək səni fikirləşib yatdım əzizim. Ateşli baxışlar, gör necə qəlbim közəlir, hər baxışından ürəyimdə bir yeni dünya düzəlir.
Gönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Gönçə dodaqlarda gülüşlər Yenə gözlərimə görünsün Məni məndən alan öpüşlər Yenə ətrafıma bürünsün Günləri saydım sana çatdım əzizim Dərdi qəmi başımdan attım əzizim Yox ona gəlmək üçün Üzünü görmək üçün Tək səni fikirləşib yatdım əzizim Günləri saydım sana çatdım əzizim Dərdi qəmi başımdan attım əzizim Yox ona gəlmək üçün Üzünü görmək üçün Tək səni fikirləşib yatdım əzizim Yox ona gəlmək üçün Üzünü görmək üçün Tək səni fikirləşib yatdım əzizim Nabranın füsunkar güşəsində Xəzər sahilində yerləşən Palma sizə həm dincəlmək, həm əylənmək üçün ideal şərait təqdim edir. Təmiz hava, sakitlik, gözəl təbiət və yüksək səviyyəli xidmət burada sizi gözləyir. Rahat kotejlər, təndir və ocaqbaşı restoranları, Azərbaycan və Avropa mətbəxindən ləziz yeməklər, aqroparklı böyük hovuzlar, uşaqlar üçün xüsusi hovuzlar, futbol, voleybol, badminton, tenis və bilyard, banket və konferans zalları, diskoteka, uşaqlar üçün əyləncə meydançaları. Burada həm ailənizlə, həm də dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz. Bu yay istirahətinizi təxirə salmayın. Palma sizi gözləyir. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə Yox, ver. bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən qızıl qusar və qusar Naturals meyvə şirələri. Naftalan Medikal Turizm şirkəti Azərbaycan bütün mülklərini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medikal Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma, münasib qiymət. Bundan hamısı bir bulmanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti, həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medikal Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlana bilər. Sağlamlığınızı daima düşünən Naftalan Medikal Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Goranboy rayonunun Goran qəsəbəsi Banu mebel salonu sizə təqdim edirəm. Növbə və keyfiyyətli, avangard, klassik, modern üsul mebellər ən sərfəli qiymətə Banu mebel salonunda. Təqdim etdiyimiz mebellər siz Banu mebel salonunda sərfəli keyfiyyətləri və ən münasib qiymətə əldə edə bilərsiniz. Zövqlü dizaynda və rəngarəng mebellərlə evinizə yenilik edə bilərsiniz. Fənati, Samon küçələrindən birindəyik, maraqlı bir yerdə. Çünki elə bir yoldayıq ki,
bir tərəfi də külə gedir. Samux elə bir tərəfi kürdür də. Zaten burada möhtəşəm. Mən bilmirəm burada balıqdan dadmısınız, dadmamısınız. Amma səməni nənə dadmış olar. Səməni getdim, gəldim. O bilirsən nədir? Hər yerə Onu tapışıq. çox istəyirsən onu. Onu kim çox istəyir ki? Onu bütün show biznesə hələ xoşlayır. Sizə yaxındır da. Gözəl bir nənəmiz də var burada. Ay maşallah. Yaxınlaşaq nənə. Yaxınlaşaq. Salam, hər vaxtınız xeyir olsun ay nənə. Necəsiniz? Adınız nə oldu? Canım Güllü. Güllü nənə. Güllü nənə. Samuxlusunuz? Bəli. Əslə. Əsl Samuxlu. Neçə övlad, neçə nəvə? 4 uşağım var. Ay maşallah. Nənə. Nəvam var, nəticəm var, kötücəm var. Bütün bölgələrini gəzirik bir yerdə Eminlə və bütün hər yerə elə buradan tamaşaçımıza nə var, nə yox deyirik. Bu gün də Samuxdayıq. Deyirlər hər bir bölgə qonaqpərvər olduğu kimi Samux da qonaqpərvərdir. Yaxşıdır. Heç deyil. Getmək olarmı? Evə qonaq qəbul edirsiniz? Niyə eləmirəm? Ay maşallah. Görürsüz, səmimi insanların hər zaman üzündən təbəssüm var. Belə nənəni də biz niyə də sevməyək? Eviniz şirin olsun, ay Güllü nənə. Hansı Samuxda həmişə elədir də, süfrələr həmişə belə şirin-şirin. Xoş gəlirsiniz qonaq. Sağ olun. Anne kimsə gözləyirdiniz? Kimsə gözləyirdiniz? Süfrə. Yox, bir insanların süfrə həmişə bu olur. Mən bir söz deyim, əziz tamaşaçılar. Güllü nənəmiz kimi bütün nənələrində, mənim elə mamam gilində, anamın, nənəmin də adəti idi. Həmişə deyirdi ki, mən xoşlayıram ki, süfrədə deyir hər şey yeri yerində olsun. Hələ bir dənə də çay dəsmalı tullurdu üstünə. Deyir ay bala, birdən qonaq gələr. Bax bu da bizim Azərbaycan nənəsi. Bəli, bəli. Deyirəm görəsən nənədən xahiş eləsək bizə sülfürlü bişirər. Niyə bişirmirəm? Bax bu gözün üstə. Nədən qoşaq elədi? Nədir? Yox sözü yoxdur. Baxın, çox gözəl bir yerə gəldik. Nənə hazırlar. Yox, aynen, elə deyil. Mən baxmaq istəyirəm də. Maraqlanır yox. Mən xamir eləyənətən sən çayını. Emin həmişə deyir ki, mən bölgələrdə yeməklər bişirəndə, Emin həmişə deyir ki, çox bilmiş hamıdan hər şeyi öyrənir. Öyrənir, bəli. Qoymursan bir yerə. Gözün üstə gəl. Hə. Əziz tamaşaçılar, indi birazdan bax mətbəxə keçirik. Mətbəxə keçəcəyik bizim gözəl nənəmizlə. Həmin bu samuğun, daha doğrusu nənə tərəfin samuğunun sülfürlüsünü bişirəcəyik, sonra dadına baxacağıq. Amma qaydanı öyrənək. Xoşlayırsan da mən bişirim, sən dadına baxacaqsan. Mən hazır nəzir. Mən gözləyirəm, yox gözümə dəyər. Əziz tamaşaçılar, Samuxda Güllü nənənin evindəyik. Artıq mətbəyə gəlib çatmışıq. Gəlin də bizimlə bir yerdədir. Burada biz sülfürlünün bişirmək qaydasını sözün düzü öyrənəcəyik. Bax artıq burada Güllü nənə Emin gəlsən də Güllü nənə artıq hazırlayıb. İndi mən də çalışacağam öyrənim. Vallahi mən bilmirdim sülfürünü. Yəni Azərbaycan mətbəxinin bütün yeməklərini bişirməyi, yuxa yaymaq, xəngəl bişirməyi, aş bişirməyi, bütün nə desən eləyirəm. Deməli əziz tamaşaçılar, adi xəmir yoğurulur. Ay nənə, xəmir nə iləndir bizdə? Xəmir undur. Eləyirəm. Yoğururam qadını. Ondan sonra da undur, duzdur, sudur. Droj vurulmur, yəni maya vurulmur. Yox. Hə, buna maya vurulmur. Maya vurulsa yəqin ki, xəmir şişər, əziz tamaşaçılar, ona görə də maya vurulmur. Əlinizlə belə yaydınız, yəni uxlə ilə yayılmır da bu. Yox. Əllə yayıldı, əllə yayılandan sonra belə eləyirəm. Gördün? Belə. Bəzi tamaşaçılar sadəcə olaraq xəmir yavaş-yavaş bunu niyə belə olduğunu indi nənə bizə göstərəcək. Bax, göstərir. Köndələrinə kəsilir, hə? Bax, belə. Bax, belə. Yəni bunu düz kəsmək olmaz, hə nənə? Yox. Sənə naxadır gəlir. Naxadır gəlir. Bunu da tutur açıram, ha, belə. Qoy görün, birini də eləyəcəm. Çox basmayın da. Yox, alındı. Başa gelirsən. Maşallah. Sonra deyirsiniz. Sonra deyil, çəkəmədi. Nə sülfürlü pişirirsən? Suyunda da duz var, sadəcə olaraq duzdur, sudur. Bax, bu da sarımsaqdır. Hə, sarımsağın üstünə alça turşusu tökür. Sarımsaq da əziz tamaşaçılar, sarımsaq sadəcə olaraq əzilib. Sarımsaq sadəcə olaraq əzilib. Üstünə də alça turşusu tökür. Qarışdırmaq lazımdır nənə bunu. Hə, ətin suyundan tökəcək bunun üstünə. Ətimiz də hazırdır. Ətin suyundan azcana tökür üstünə nənə və bunu
qarışdırıb bu elə bir ki bu bir suyu şey oxşuyur. Xaş bişirəndə tökürlər. O elə olacaq hə, bunun üstünə yeməyin üstünə töküləcək. Bax, turşunu gətir mən qarışdırım. Deməli bunu qarışdırırıq belə. Turşulu, sarımsaqlı, o əsl qışın yeməyi də tamaşaçılar. Artıq sülfürlərimiz pişmək üzrədir. Sadəcə olaraq bayaq nənə də göstərdi. Pişməyini bilməkdən ötürü belə kəsirik. Yox, hələ az var, biraz da var. Bu ətin ağaracığı, əti. Əti bura qoyum bura. Ay, sonra əti tökəcək üstünə. Bəli. Gördün? Hə, Nasiyə bir gün nəyə var, yoruldun ha. Əməlini başlı mətbəxdə işliyordun. Maşallah. Güllü nənən elə bil biz sən əl-ayağı görsənmirdi. Çox gözəl, hər şey başa sala tamaşaçıya, hər şey də hazırdır, çox dadlıdır, indi özü gətirəcək. Bir şey öyrənə bildinmi? Hər şey öyrəndim, nədir? Pişirdim mənə ilə. Onun bu gün sənin də ərkin var, yəni sənin də zəhmət. Əlbəttə ki, mən də vurmuşam. Gülü nənə? Ay maşallah. Natiq köməkli elədi, yoxsa danışdı? Elədi. Onda Natiqin də zəhməti var da. Maşallah. Nənə, əyləş. Yeyirsiniz, bu qalmır. Bunu təmiz yeyirsiniz. Nənənin tələbinə bax. Bunu pişirmişəm ki, sizdən ötəri yeməyə. Nənə, qaşıqdan yoxsa vilkay şeylə, çəngəllə? Hasınla ürəmişdir. Əllə deyə bilərsən, dadlı olur deyir. Təzə ət daha. Onunla yeyəndə, qaşıqla yeyəndə, suyundan da yeyirsən. Bir-iki ilə yeyəndə suyu çox getir. Bu nədir bə? Bu sarımsaqdır? Bu sarımsaqdır, turşudur, alça turşudur. Bir də ətin suyudur. Bu ancaq yer, bu ancaq yer. Gəlib mətbəxə bir dənə, bir daşın üstünə qoymadı. Ancaq yeyir. Mən sənə ona görə güvənirəm. Ay, yedizdirirəm. Bütün bölgələrin yeməklərindən kökərmir. Göranlar rayonu Göran Ticarət Mərkəzi və Bağlı Meyvəsanla daxil olduq. Mən bilmə görə ilin sonuna qədər daimi müştərilərə məbləğini asma olmayaraq bizə müraciət edən hər bir müştəri orada uduşlu lotar oynuyor. Bəli, uduşlu lotariyamız var. İnşallah ki, məhsul əldə edirsiniz. İl sonuna qədər bu kampaniyamız var ki, yaxınlaşdığınız təqdirdə hədiyyə əldə edirsiniz və xüsusi bir də təklifimiz var ki, bəzi məhsullar var, yataq qonaq komplektlər ki, götürdüyünüz təqdirdə xalça, yəni taxtın yanlığı üçün kilən xalça və hədiyyə olaraq verilir. Fərqli məhsullarımız var. Paltar yuyan, televizor, ət çəkən, son oyuncan şah hədiyyələrimiz də var. Yəni bir sözlə də bura gələn müştəri əli boş getmir. Maşallah, qiymət münasib, sərfəli kredi şərtləri və eyni zamanda rəngarəng, bol çeşidli, keyfiyyəti və zövqlü mebellər Bağlı Meyvəsanla. Gəlin, görün, baxın. Özünüz qiymətləndirin, biz heç bir şey deyəlim. Harda? Göranda, Bağlı Meyvəsanında. Gəlməyə, görməyə dəyər. Bizə Almud hələ dəmir, payız mövsümünə aiddir, heyvaları var. Biz tez gələm ki, ev yoxdur, qismətə buraya gələr. Gözəl gülünələr eminə, valla çox qonaqlar və zəhmə keçinlərdir. Aha bax, nə gözəl. Amma hələ ki, payız mövsümünə aiddir. Bu daş armuddur da. Onu da deyək ki, az tamaşaçılar, samuq əriyi ilə, şəftəlisi ilə, meri meyvəsi, tərəvəzlərindən məşhurdur. Balığını deməm, hələ sürüsünü deməm, onların öz özəlliyi var. Bu yaxınlarda da ərik festivalı keçirir. Yayda keçirir. Çay mövsümündə, bəli. Böyük bir təntənəli bir konsert olur. Bunlarda yığıb aparmayacam. Tezdir. Mən apararım evdə dəyərdir. O da olar. Bax da, Gülün nənə yəni necə deməz. Görüşək, gəl yenə də eşqimizi bölüşək. Xeyli vaxtı o gözləri görürəm, eşqimizi salya da gəl görüşək. Səndən ayrı sevinç nədir bilmirəm, heç olmaz haraya da gəl görüşək. Gəl əzizim, gəl görüşək, gəl yenə də eşqimizi bölüşək. Gəl əzizim, gəl görüşək, gəl yenə də eşqimizi bölüşək. Düz yuxuyam ürəyini bilmədim, hər yetənlə hisslərimi bölmədim.
şölə saçır üzündə, gözlərinin əksi qalıb gözümdə. Heç olmasa xəyalda gəl görüşək, gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Düz yuxluyam ürəyini bilmədim, hər yetənlə hisslərimi bölmədim. Düz yuxluyam ürəyini bilmədim, hər yetənlə hisslərimi bölmədim. Ola bilsin bir də səni görmədim, sevgi dolu dünyada gəl görüşək. Ola bilsin bir də səni görmədim, sevgi dolu dünyada gəl görüşək. Gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Gəl əzizim gəl görüşək, görüşək, görüşək. Gəl yenə də eşqimizi bölüşək, bölüşək. Bəli dostlar, Samux maceramızı sizə bu həftə mən Emin Brent MTV Azərbaycanın efirində təqdim etdik. Və yəqin ki, hər bir kəsin ürəyincə oldu. Elə biz də çalışırıq ki, komand olaraq hər həftə görüşünüzə gələndə yadda qalan maraqlı bir proqram təqdim edək. Və gəzdik, gördük və gördüklərimizi sizə çəkiliş komandamız MTV efirində bu həftə nə var nə yox Samux verilişində təqdim etdik. Özünüzə müayət olun, gələn həftə görüşənədək.